Klassizmdən romantizmə keçid. 18-ci əsrin sonu və 19-cu əsrin əvvəlləri Avropa musiqi mədəniyyətində mühüm bir keçid dövrü idi. Bu dövr klassizmdən romantizmə keçid mərhələsi kimi tanınır. Əgər klassizm dövrü ahəng, nizam, balans və rasional düşüncə üzərində qurulmuşdursa, romantizm artıq emosiya, fərdi hiss və azad ifadə prinsipinə əsaslanırdı. Klassizmin əsas xüsusiyyətləri: klassizm dövrü musiqidə harmoniya, forma mükəmməlliyi və ağıl idealını təmsil edirdi. Əsas prinsipləri bunlar idi: formada tarazlıq və simmetriya, aydın melodik xətt, sadə lakin məntiqli harmoniya, emosiyaların nəzarətdə saxlanılması, bəstəkarların məqsədi gözəlliyi ağıl vasitəsilə ifadə etmək. Əsas bəstəkarları Christoph Willibald Gluck, Joseph Haydn, Wolfgang Amadeus Mozart, Ludwig van Beethovenin erkən yaradıcılığı. Gluck'un islahatları klassizmin başlanğıcı hesab olunur. Gluck operanı təmizləyərək ona dramatik və emosional səmimiyyət gətirdi. O, musiqini sadə və təbii ifadə ilə insan hisslərinin daşıyıcısına çevirdi. Orfey, Alcesta kimi operalar musiqili dramın əsasını qoydu və romantizmə gedən yolu açdı. Mozart klassizmin zirvəsi və romantizmə keçid qapısı idi. Mozartın yaradıcılığında forma mükəmməlliyi ilə emosional dərinlik birləşir. Onun əsərlərində bəzən romantik duyğuların ilkin izləri sezilir. Jan operasında insan azadlığı və günahın fəlsəfəsi təsvir olunmuşdur. Sehrli fleytada mənəvi kamilləşmə və simvolizm təsvir olunub. Simfoniyalarında daxili dramatizm və hisslərin balansı əks olunmuşdur. Mozart göstərdi ki, musiqi həm ağlın, həm də qəlbin dilidir. Beethoven keçid dövrünün açarıdır. Ludwig van Beethoven həm klassizmin, həm də romantizmin bəstəkarıdır. Onun erkən əsərlərində klassik nizam, sonraki dövrlərdə isə emosional azadlıq üstünlük təşkil edir. Beethoven musiqidə fərdi insanın gücünü və mənəvi azadlığını ön plana çəkmişdi. 5-ci simfoniya və 9-cu simfoniya romantik ideyaların başlanğıcı sayılır. Romantizmin yaranması. 19-cu əsrin əvvəllərində romantizm artıq tam formalaşmış bir istiqamətə çevrildi. Romantik bəstəkar üçün əsas məqsəd öz daxili aləmini, hiss və xəyalını musiqi vasitəsilə ifadə etmək idi. Romantizmin əsas xüsusiyyətləri: hisslərin azad ifadəsi, təbiət və insan ruhunun vəhdəti, fərdi duyğuların musiqiləşdirilməsi, qeyri-adi harmoniya və melodik sərbəstlik. Romantizmin bəstəkarları bunlar idi: Franz Schubert, Felix Mendelssohn, Robert Schumann, Ferenc Liszt, Frédéric Chopin, Hector Berlioz. Mendelssohn klassik nizamda romantik ruh təşkil edirdi. Felix Mendelssohn romantizmin içində klassik balansı qoruyan bəstəkar idi. Onun musiqisi hissli, lakin aydın və nizamlı idi. Yaz gecəsində yuxu romantik fantaziyanın klassik forması idi. İtalyan simfoniyası səyahət və təbiət motivləri ilə əhatə olunmuşdu. İlyas oratoriyası dini dərinlik və simfonik tərtibat təşkil edirdi.